də əzəz sifətin adi dərəcəsidir. Hardan bilirik? Çünki əzəz var. Əzəz sifətin adi dərəcəsinin göstəricisidir. Əzəz olanda sifətdə heç bir şəkilçi əlavə olunmur. Sifət olduğu kimi qalır. Nice. İkincidədir ki, how many meals did? Burada did varsa, feillər normalda feilin sonuna keçmiş zamanda id əlavə olunur. Amma sual cümləsində did olduğu üçün feil olduğu formada qalacaq. Yəni won'dursa win'ə çevriləcək. 52 D variantı. 53-də irregular, qaydasız feillər. Qaydalı feillər sonuna id əlavə olunanlardır. Qaydasızlar isə kökdən dəyişənlər. Describe təsvir etmək, describe, described id əlavə olunur. Wish, wished id əlavə olunur. Invite, invited qaydalı feildir. Leave, leaved qaydalı feildir. Hold, held bu qaydasızdır, düzdür. Burada 54-cü tapşırıqda sifətin üstünlük dərəcəsi. Çünki inli ifadələr var ki, burada sifətin üstünlük dərəcəsinin göstəricisidir və z təkəcallarda feilin sonuna s, çoxhecalılar isə the most əlavə olunur. Intelligent çoxhecalı olduğu üçün burada the most intelligent olacaq. 54 C variantı. 55-də cümlə quruluşudur. Burada yesterday keçmiş zamanda olduğu üçün burada were olmalıdır. Are yox, bir səhv. 2-də did olduğuna görə burada feil indiki zamana keçir. Burada they didn't go olmalıdır, not went. B variantı getdi. C variantında my cousin were, cousin əmi uşağıdır, təkdədir, was olmalıdır. C variantı səhvdir. D variantı we didn't buy, bu düzdür. Didn't verilib, buy verilibdir. Deməli düzgün var. D variantdır. 56-da we bought, burada zən var. Zən sifətin müqayisəsidir. Yəni təkəcallarda el, çoxəcallarda more olur. We bought B variantı ola bilməz. A variantı the cheaper. Cheaper A variantı. Burada Z sifətin üstünlük dərəcəsinin şəkilçisidir. Ərdəkdə müqayisədir. Müqayisənin üstünlüyü miksi verilibdir. Elə bir şey yoxdur. D variantında sifətin üstünlük dərəcəsidir. Y variantında cheap təkəcalı olduğu üçün burada more işlənməz. C variantında da əgər üstünlük verilibsə, bunun Z-si hanı? The most olmalıydı. Üstəlik cheap də təkəcalıdır, cheapest olmalıydı. Deməli, bu da səhvdir. Cavab A variantı. 57-də regular, qaydalı feillər, yəni idili feillərdir. Send, sent, qaydasızdır. Desire, desired. Stay, stayed. Okay. Stand, stand, stood. Bu kökdən dəyişir. Burada olacaq desire, desired. Birləri silsək, bir də dördləri silsək. Bir dəqiqə. Birləri sildi. A, D getdi. Dördləri də silsək. A, B, C getdi. Cavab Y variantı 2, 3 desire. Bir də stay. 58-də last week keçmiş zamanın zaman zərfi olduğu üçün burada did olacaq. We didn't. Cavab Y variantı. 59-da 2 years ago. Ago harda varsa past simple'ın göstəricisidir. Arif varsa did olacaq. Burada C variantı. 59-da cavab C. 60-da last week keçmiş zamandır. Did olduğuna görə feil keçəcək. Did buy, bir də did. Did she buy a laptop last week? O keçən həftə laptop alıb. Yes, she did. Bəli, o alıb. 60-da D variantı, 61-də yəni yesterday olduğuna görə keçmiş zaman olacaq. Why did he happy yesterday? O niyə, nə üçün xoşbəxt idi? Cavab A variantı. 62-də sual cümləsində any olacaq. Any sual cümləsində işlənir. Some burada ola bilməz. Çünki some, can, could, would-lu cümlələrdə biz some işlədirik. Ona görə də 62-də cavab C variantıdır. Düzdür, demişik ki, some sual cümləsində işlənir. Amma hansı tip sual cümləsində? Can, could, would-lu cümlələrdə. 63-də should özündən sonra to tələb etməyən modal feildir.
A getdi. Modal feillərdən sonra gələn feillərimiz ilkin formada B infinitiv şəklində olacaq. Yəni nə idili, nə tulu, nə esli heç bir formada olmur. A variantı getdi. B variantı getdi. Özü today bu gün zaman zərfi indiki zamançı, bu da played ola bilməz. A getdi, B getdi, C getdi, D getdi. Cavab Y variantı. Çünki can'dir, could'dur, fərq yoxdur. Bu tip modal feillərdən sonra gələn feillərimiz B idili, idisiz, ing'siz, s'siz çılpaq formada gələnlərdir. 64-də does verilibsə, does she have any friends? Onun hər hansı bir dostu var? Bakıda yes, she has some. Bəli, onun biraz var. C variantıdır. Sual cümləsində any, təsdiq cümləsində some işlənir. 65-də Mike should do olacaq. Çünki qeyd eləmişdik ki, shoulddan sonra modal feildən sonra gələn feilimiz ilkin formada olur. Do. 65 A variantı. Sonra burada mətnimiz verir. Today is a raining day. The sky is full of gray clouds. It's raining all day. The wind is also blowing and trees are moving. I can't go to park or playing with my friends outside. So I stay at home. In the morning, I read a storybook. Then I help my mother in the kitchen. She's making hot soup and tea. It smells very good. My little sister is watching her favorite cartoons on TV. We all wear warm clothes because it's a little cold. In the afternoon, I sit near the window and watch the rain. I see people walking with umbrellas. Some children are jumping in the puddles. I smell when I see them. Rainy days are quiet, but I like them. I feel calm and happy at home. Bu günləri yağışlı gündür. Havada çoxlu boz buludlar var. Bütün günü yağış yağır. Külək əsir, ağaclar hərəkət edir. Mən bu günləri parka gedə və yaxud da dostlarımla çöldə oynaya bilmərəm. Belə ki, mən bu gün evdə olacam. Səhər tezdən mən hekayə kitabları oxudum. Daha sonra mətbəxdə anama kömək elədim. O isti sup və çay hazırlayır. Ətirləri çox qəşəng idi. Mənim balaca bacım televizorda sevimli cizgi filminə baxırdı. Biz əynimizi qalın geyinmişik, çünki biraz soyuqdur. Günortadan sonra mən pəncərənin kənarında əyləşib yağışa baxdım. Mən bəzi insanların çətirlə gəzdiklərini gördüm. Bəzi uşaqlar isə gölməçələrdə hoppanırlar. Mən onları görəndə gülümsədim. Yağışlı hava sakit idi. Lakin mən bunu sevdim. Mən özümü sakit və xoşbəxt hiss edirdim evdə. 66-da rainy deyir ki, hava necədir? What's the weather like today? Bugün hava necə idi? Rainy. 67-də what is the boy doing in the morning? Səhər tezdən nə edirdi oğlan? Reading a book and helping his mother. O səhər tezdən kitab oxuyurdu, daha sonra mətbəxdə anasına kömək edirdi. 68-də what's the mother doing? Anası nə edirdi? Cooking soup and tea. Sup hazırlayırdı və çay. How does the boy feel in a rainy day? Uşaq yağışlı havada özünü necə hiss edirdi? Happy and calm. Xoşbəxt və sakit hiss edirdi. I feel calm and happy at home. What did children do outside? Uşaqlar nə edirdi çöldə? Jump in the puddles. Gölməçədə hoppanırdılar.